Salam, 6 nömrəli sınağın izahına baxaq. Deməli, sual cümləsi qaydasıdır. Demişdik, who-dan sonra birbaşa feil gələ bilər. Ona görə bir doğrudur. Köməkçi ilə feil yanaşı olmaz. Burada da köməkçi feil yanaşıdır. Ona görə olmaz. Burada köməkçi ilə feil bir-birindən ayrılıb deyə doğrudur. Yenə də köməkçi feil yanaşıdır deyə olmaz, cavab olur. 1 və 4. Sonra ziya tipli cümlədə ilk gələn ismə baxırdıq. A lot of environmental problems bu cəmdədir deyə xəbərimiz olacaq cəmdə, yəni cavab olur B bəndi. Sonra üçüncü sualda boşluqdan sonra söz birləşməsi gəlibdir. Özündən sonra cümlə istəyir bunların hər biri. Ona görə cavabımız olur A bəndi. Had ikinci qrup feilli. İkinci qrup feil ya özündən sonra sadə ya da ki ING-li feil istəyir. Cavab ona görə olur 1-3. 5-ci sualda yəlikal qaydasıdır. Çıldırına es birləşməz doğrudur. Polis mənə es bitişməz yanlışdır. 6-dən sonra cəm isim gəlibdir, doğrudur. 3-dən sonra 3 deməkdir, cəm isim gəlməlidir, yanlışdır. A week, E1 deməkdir, özündən sonra tək isim gəlib, doğrudur. Cavab olur 1-3-5. Deməli, English-in dil ya da xalq olduğunu bilmək üçün cümlənin feilinə baxırıq. Live, yaşayır deyir. Deməli, xalqdan söhbət gedir və xalqdan söhbət gedərsə burada olur Z artiklı. England dövlət adıdır, heç nə olmur. Onlar ingilis dilində danışır. İngilis dili yanında language olsaydı Z olardı. Heç nə yoxdur deyə adi, sadi qaydada Z veririk. Sonra 7-ci sualda əz adi dərəcənin göstəricisi ona görə olur D bəndi. Maçdan sonra sayılmayan isim gəlməlidir. Cavab olacaq 1, 3 və 4. Sonra burada təkdədir deyə cəm olanları çıxaq. Yerdə qalan hər biri olar. İkinci tərəfdə mobile phone yenə də təkdədir. İkinci tərəfdəki cəmlikləri çıxaq. Burada O və Z-yə var. O və Z olan yerdə Z götürürük. Ona görə cavabımız olur Y bəndi. Sonra 10-cu sualda how often-dan verilən suallar, yəni neçə dəfə deyir, nə qədər gedirsən, deyir every day, hər gün gedirəm, cavab olur, ona görə A bəndi. Sonra 11-ci sualda məhsul növə çevrilməni istəyir. Deməli, did veribsə bizə was were lazım olacaq, ona görə didi və hədi çıxırıq. Köməkçi feil yanaşıdır deyə olmaz, bunu da çıxırıq. Sonra a new book mübtəda təkdədir deyə xəbəri təkdə götürük. Burada amma a new book təkdədir, xəbəri cəmdə verib deyə olmur. Sonra burada modal qaydasında have-dan sonra to yoxdur, ought-dan sonra to yoxdur, should-dan sonra to olmaz. Haven't deyə bir şey yoxdur, cavab olur B bəndi. Sonra 13-cü sualda deməli communicate olacaq with-lə. Abroad sözü də heç bir sözünü qəbul eləmir. Ona görə cavab olur D bəndi. Unforgettable unudulmaz deməkdir. Close meaning yaxın mənalısını soruşur. Yaxın mənalısı olacaq memorable, yadda qalan. Sonra 15-ci sualda yerlik hal qaydasıdır. Çıldırına es bitişməz doğrudur. Z artiklı varsa ailə bildirən soyadda es bitişir, sonra apostrof qoyulmalı idi. Sonra 30-dan sonra, yəni 30-dən sonra days sözü cəmlənib doğrudur. Sonra women-ə es bitişməz, bu da doğrudur. If you-dan sonra cəm isim gəlib, sonra apostrof qoyulmalıdır deyə yanlışdır. Cavab olur 1, 3, 4, yəni B bəndi. 16-cı sualda deməli A və A deyə tələffüz edirik. Burada an artiklı olmalı idi. Sonra house H deyildiyinə görə doğrudur. 3-də hero deyilir, ona görə E artiklı olmalıdır. Heiress E ilə tələffüz olunduğuna görə doğrudur. Burada da yenə də air deyilir, verilməli idi. An artiklı ona görə yanlışdır. Cavab olur 2, 4. Sonra useful, careful olar, cavab olur Y bəndi. Yəni hər bu iki sözü hansı şəkilçini artırmaq olar onu soruşur. Vote sayıla bilməyən isimdir. Matchda olar. Little olar, amma very'dən sonra E artiklı gəlməz deyə bu yanlışdır. Cavab olacaq A bəndi. Sonra 19-cu suala bütöv baxaq. Cümlə sonunda deməli adlıq forma gəlməz. Z-yə versəm, H versəm özündən sonra isim istəyəcək. Amma H obyekt əvəzliyi kimi də ola bilər. Onda biz burada sadəcə Z-yi çıxaq, cümlə sonunda olmaz. Z-yə özündən sonra isim istəyir olmaz. Yerdə qalan hər biri olar.
Belə variant arasında qalanda cümlədəki əvvələ baxmaq lazımdır. Görək əvvəl nədən söhbət gedir? Anne and Paul deyir, 2 nəfərdən söhbət gedir. Deməli, mən onları əvəzləyə dəyişəndə them eləyəcəm. Cavab ona görə olur B bəndi. Sonra 20-ci sualda ego sadə keçmiş zamandır. Ona görə cavabımız olur A bəndi. 21-ci sualda məhsula görə dəyişmədir. Deməli, every year sadə indiki zamandır. Sadə indiki zamanı məhsula çevirəndə bizə əmizar lazım olur. Ona görə cavabımız olur C bəndi. Sonra boşluqdan sonra to var. Could'dan sonra to gəlməz. Hadn't deyə bir şey yoxdur. Yerdə qalan variant doğrudur. Amma cümlə keçmiş zamandadır deyə bizə də keçmiş zamanlar, üzr istəyirəm, 2 dənə keçmiş zamanımız var. B ilə qalırıq C arasında. Burada da eyni var. Eyni özündən əvvəl inkar istədiyi üçün cavabımız olur B bəndi. Abroad sözünü qəbul eləmir. Everydən sonra zaman mənalı söz gəldikdə yenə də sözünü qəbul eləmir. Cavab olur A bəndi. 24-cü sualda deməli 24 expect 3-cü qrupdur. Özündən sonra to istəyəcək. Enough kifayət qədər deməkdə olacaq A bəndi. Suitable uyğun deməkdir. Relevant olacaq. Məmnun olmayan annoying yəni qıcıqlandırıcı da olacaq. 2-ə, B, C, A cavab oldu. D bəndi. Sonra 26-cı sualda make-up sentence-dir, yəni cümlə qurma qaydasıdır. Deməli, necə başlayarıq cümləyə? Nailə heard that eşitdi ki someone kimsə was singing mahnı oxuyur in the garden bağda, bu ardıcıllıqla olacaq. Deməli 27-ci sualda isə cümləmiz inkardadır. Doesn't var. İnkardadırsa inkar cavab verir. Elə does köməkçisindən istifadə olunub deyə variantda da həmin köməkçini götürürük. Burada eyzə or olmalıydı. Neyzə nor olmalıydı. Both and. Such that, so that ifadəsi düzdür. Amma such olan yerdə bizə burada isim lazımdır. So olan yerdə isə sifət ya da zərf lazımdır. Burada isə sifət gəlibdir. Sifət gəldiyi üçün cavabımız olur Y bəndi. Sonra 29-cu sual mübtəda xəbər uzlaşması qaydasıdır. Əndli ifadədə amma dırnaq arasındadır. Dırnaq arasındadırsa burada was olmalıydı. Əndli ifadədə dırnaq arasında deyil, xəbəri cəm verib. Bu doğrudur. Ofa qədər baxacam, təkdədir deyə xəbər təkdədir, bu da doğrudur. ING ilə başlayan cümlənin xəbəri tək olmalıydı, yəni burada is olmalıydı, yanlışdır. Ona görə də cavab olur 2-3 D bəndi. Sonra 30-cu sualda başlayır at what age, hansı yaşda do children, uşaqlar go to school, gedir məktəbə. 4-2 1-3-6-5 cavab olur B bəndi.